Yazılı tələb olunan Python suallarının həllini yazmağa davam edirik əziz abituriyentlər. Hər birinizi salamlayıram. Bu videonu görən hər kəsdən xahişimiz budur ki, kanaldakı videoların daha çox insana çatması üçün dəstəyinizi göstərəsiniz. İmtahana az qaldı və imtahana az qaldıqca biz praktikanı daha da artırmalıyıq, daha da fərqli məsələlərə baxmalıyıq və özümüzdə də bunları qeyd eləməliyik. Deməli, bura qədər biz bütün sualların həllinə baxmışıq. Yazılı tələb olunan suallardan gedir söhbət. Python suallarında sonuncu bölmədən 151-ci sualına keçid ala bilərik artıq, düşünürəm. Deməli, ilk sual 151-ci sualdır. Bu şəkildə baxacağıq. Deməli, belə bir siyahı var. Həmin siyahının ilk və son rəqəmlərini, yəni 3 ilə 1-i toplayacağıq və sonra isə 2 mislini, yəni 2-yə vurub ekranda göstərək. Odur ki, elə belə bir siyahımız varsa, həmin siyahını burada yazırıq. A bərabərdir 351, 648, 776 və 918. Sözsüz ki, bu siyahıya baxdığımız anda görürük ki, buradakı elementlərin hər biri 3 rəqəmlidir və hər biri 3 rəqəmlidirsə, əslində burada işi qurmaq daha rahatdır. Boş bir siyahı açdıq, bizə irəlidə lazım olacaq for i in a. Belə yaza bilərik və bizə lazımdır ki, artıq 351-dən biz ilk və son rəqəmi tapaq. Deyək ki, ilk rəqəmi a yazsaq, a bərabərdir həmin i-ni böləcəyik 100-ə. Və eyni zamanda b deməyək, hətta c deyək. Yəni ABC baxsaq, son rəqəmi də i% 10 deyəcəyik. Və bundan sonra biz deyək ki, belə bir iş görək. K bərabərdir A-nın üzərinə C-ni gəlirik və bundan sonra 2-yə vururuq. Və bu ifadəni artıq S siyahısına ata bilərik. Odur ki, artıq K yazmadan da birbaşa S nöqtə append də deyib bura göndərmiş ola bilərik. Bundan sonra artıq biz print S-i burada yazdıq. Yoxlayaq görək, düzgün ifadəni aldıqmı? Baxırıq ki, 3 ilə 1-in cəmi 4 edir, 4-ü 2-yə vuranda 8 edir. Ən nəhayət 9 ilə 8-in cəmi 17, 2-yə vurduq, 34 edir. Amma ola bilər ki, bizim siyahımızda elementlərin hər biri 3 rəqəmli olmaya bilər. O zaman biz necə edə bilərik? Deməli, bu siyahımız buradadır. Bunu gördük. Elementləri fərqli olarsa, yəni sətrə çevirmə üsulu ilə baxaq. For i in a deyirəm. In a. Burada yazdım. Deməli, artıq i dediyimiz 351-dir, 648-dir və nəhayət 918-dir. Mən sətrə çevirirəm ki, işimiz rahat olsun. Yəni, bu işi görə bilək. S deyir i. Burada sətrə çevirdim. Bilirik ki, i-nin 0-cı indeksi deyəndə ilk simvoldan söhbət gedir. Amma bu ilk simvol hələ ki sətr tipindədir. Bizə lazımdır ki, bunu int-ə çevirək. Int-ə çevirdik artıq. Bunun üzərinə gəlirik. Yenə də int-ə çevirib i-nin mənfi 1-ci indeksdə duran elementini yoxlayacağıq. Yəni, sətr şəklində olduğuna görə artıq bu işi görə bilirik. Mənfi 1 axırdan birinci deməkdir və o da sonuncu simvol etmiş olur. Və bunların hər birini int-ə çevirdikdən sonra sözsüz ki, bunu yenə də S append deyəcəyik və bunu atdıqdan sonra da həmin bu ifadələrin özünü də nə edəcəyik və 2-yə vuraq. Gəlin, burada yazaq. Bu şəkildə vurduq 2-yə. Mötərizələri ümid edirəm düzgün qoyduq. Print S yoxlayıram. Burada baxaq görək nəticəni doğru ala bildikmi? Baxsaq, yenə də nəticəni alırıq. Yəni, burada üstünlük budur ki, burada artıq 4 rəqəmli olsa da hansısa bir element, o zaman yenə də doğru şəkildə işləyəcək. Yəni, 9-un üstünə 2, 11, 2-yə də vuranda 22. Əlavəsi budur. 151-ci sual və qeyd edim ki, bəzən bir neçə variantda versiyalar təqdim edirəm, amma əsasən bir versiyada gedirik sualların həllində. Təbii ki, bir neçə şəkildə də yazma imkanınız var. Özünüzdə bunu dəyərləndirə bilərsiniz. Mən isə 152-ci suala keçid aldım. Klaviaturadan daxil edilmiş İngilis əlifbasının hərflərindən və boşluqlardan ibarət sətirdə bütün A simvollarını B simvolu ilə və B simvollarını A simvolu ilə əvəzləyəcəyik. Deməli, nümunə yazırıq. İlk başda burada deyək ki, AB belə bir ifadə var və eyni zamanda belə bir ifadə var. Bizə lazımdır ki, A-lar B-lərlə, B-lər A-larla əvəz olunsun. Bunu da iki versiyada göstərməyə çalışacağım, amma ilk replace funksiyasından istifadə etməklə. Amma replace-dən bəzən
uşaqlarda bir diqqətsizlik ola bilir. Odur ki, buna diqqətlə baxın. Əgər mən belə bir iş görsəm, deyirəm ki, ta ki n bərabərdir n nöqtə replace və burada deyirəm ki, harda a varsa əvəz edirəm b ilə və əlavə olaraq deyirəm ki, təzədən ta ki, k bərabərdir n nöqtə replace və burada gəlirəm, deyirəm ki, harda b varsa əvəz olunsun a ilə deyib nəticəyə baxsaq görərik ki, düzgün olmadı. Replace-ə dövrə ehtiyac yoxdur. Bütün simvollar dəyişmiş olur, amma görürük ki, hər simvol A ilə əvəz olundu. Necə işlədi bu? Burada deyirik ki, A simvolu, yəni burada hər A simvolu əvəz olunur B ilə. Yəni ikinci sətr nəticəsinə görə belə bir nəticə alırıq. B, daha 3 dənə də B var idi, bunu yazdıq. B, daha 2 dənə də B indi olmuş oldu. Və bundan sonra deyirəm ki, üçüncü sətirdə harda B varsa A olsun. Hamısı da B olduğuna görə, B'lər də dəyişir A olduğuna görə və nəticə də A kimi görünmüş olur. Bunu necə edə bilərik? Bunun qarşısını almaqdan ötürü elə bir metod tətbiq eləyək ki, yəni burada artıq bir qarışıqlıq olmasın. Bundan ötürü bizim üçün başqa bir simvoldan istifadə edə bilərik. Və elə bir simvol istifadə edək ki, deyək ki, burada hansısa bir sətirdə, həmin sətirdə onlar adətən olmur. Deyək ki, məsələn, burada yazacağıq DS. Harda A simvolu varsa DS ilə əvəz olunur. Və digər tərəfdən deyirəm ki, burada harda B simvolu varsa A ilə əvəz olunur. Hətta bunu addım-addım yazırıqsa, bir sətirdə də yaza bilərik, amma belə yazıram. Deməli, B-ni belə elədik. Artıq B bərabərdir A olacaq. Düzgün yazdımsa. Harda B varsa A ilə əvəz olundu. Artıq B-lər A-larla əvəz olundu. A-lar da DS ilə əvəz olunmuşdursa, o zaman biz DS-ləri yenidən B ilə əvəz eləsək, odur ki, belə bir şey yazıram. C bərabərdir B nöqtə replace və burada gəlirəm ki, yenə bu işarəni yazdım və virgül burada yazıram, əvəz olunsun B ilə. B-ləri A-larla əvəz elədik. A-ları da B ilə əvəz etməkdən ötürü belə bir şəkildə yazırıq. Və gəlirəm burada print C yazıram və yoxlayırıq burada. Yoxlayırıq və baxırıq ki, burada nə oldu və istədiyimiz nəticəni almış olduq. Dediyim kimi, bunları bir sətirdə də yaza bilərdiniz, amma belə yazdım ki, ayrıntılı aydın olsun. Bu birinci edə biləcəyimiz replace-lə bunu yazdıq. Və növbəti addımda necə yaza bilərik? Yenə də n bərabərdir. Sözsüz ki, artıq burada input yazaq. O nümunə idi deyə elə yazdım. Input yazıram. S bərabərdir, boş bir sətr götürürəm və artıq for i in n deyirəm. Və if deyirəm i bərabərdirsə a-ya, o zaman s bərabərdir s üstə gələk b. Elif, əks halda demirəm. Niyə? Az sonra görəcəyik. I bərabərdirsə b-yə, odur ki, s bərabərdir. S üstə gələk a. Əks halda digər simvollarda ola bilər deyə onu nəzərə alırıq. Yəni, o zaman da S bərabər, S üstə gələk həmin i-nin özü. Yəni, heç bir dəyişiklik olunmamış forması. A-ları dırnaqla ona görə yazırıq ki, S-imiz özü bir sətirdir və S ilə B-ni toplaya bilək. Və eyni zamanda A-nı toplaya bilək və burada artıq birbaşa i yazdıq deyə i-nin özü də sətir deyə problem yoxdur. Print S yazıram və çalışdırırıq burada. Başqa bir simvollar da yazdım. Baxsaq burada artıq A-lar B-lərlə, B-lər də A-larla əvəz olundu. Belə də yaza bilirik. Yəni, həmin bu sətrin içərisində gəzdik və bu şəkildə yazılır. A-dırsa üzərinə B gəlir. Həmin ifadənin yerinə bunu gəlmiş olduq. 153-cü suala keçək. N elementi olan tam ədədlərdən ibarət A siyahısının elementləri klaviaturadan ardıcıllıqla daxil edilir və bu siyahının ən kiçik müsbət elementi ilə ən böyük mənfi elementinin cəmini çap edən proqramı Python dilində yazın. 153-cü sual. Madəm bu sual siyahılara aiddir və elə siyahıların da üstünlüyündən istifadə edək, deməli, belə bir şey yazırıq. N bərabərdir. Bundan öncəki videoda göstərmişdim. Artıq bunu təzədən izah etmirəm. Map int input və nöqtə split. Artıq bizim siyahımız hazırdır və həmin bu siyahının içərisində gəzib baxacağıq ki,
ən kiçik müsbət elementi ilə ən böyük mənfi elementlərini tapacağıq. Deməli, belə bir şey deyək. Bir dənə siyahı formalaşdıraq və həmin müsbətləri bir siyahıya ataq, P siyahısına atacağıq, mənfiləri isə M siyahısına atıb, sonra isə onun ən böyük və ən kiçiyini də oradan sözsüz ki, tapmaq bizim üçün rahat olacaq. For, I, in, N. N siyahısının içərisində başlayaq gəzməyə. Deyək ki, if əgər I böyükdürsə sıfırdan, bu o zaman gəlsin müsbətdir və P.append həmin i-ni atıq bura. Yox, əgər burada sıfırı nəzərə almayaq, istəyirsiniz, odur ki, sadəcə müsbətləri, mənfiləri ayırsaq, belə yazırıq. Elif, əgər i kiçikdirsə sıfırdan, o zaman m.append və i-ni atdıq ora. Gəlin burada hələ ki yoxlayaq görək ki, bizim siyahılarımız necə formalaşdı. Düzgün eləyə bildikmi? Deməli, bunu çalışdırıram. Mən ardıcıl qiymətləri buraya yazıram. 25, mənfi 96, 36, mənfi 78, 12, 4. Və Enter'i vurduğumuz anda baxırıq ki, mənfilər bir siyahıda, müsbətlər isə növbəti bir siyahıda formalaşmış oldu. Və indi bizə lazımdır ki, ən kiçik müsbət elementini tapaq. Deməli, burada yoxlayacağıq. Ən kiçik müsbət elementi. Yəni, P siyahısından ən kiçik müsbət elementi minimum P yazsaq, artıq ən kiçik tapa bilirik. Bunları nə edəcəyik? Cəmləyəcəyik. Üstə gedək. Max M. Burada isə bunu cəmləyib ekrana vermiş olacağıq. Print bu şəkildə gəlib artıq misalımızı yekunlaşdıra bilərik. Gəlirik 25, 12, mənfi 10, mənfi 22 və 7 yazıram. Ən böyük qiymət müsbətlərdən ən kiçik tapırıq. Müsbətlərdən ən kiçik 12-dir, yox 7-dir. Mənfilərdən ən böyük mənfi 10-dur. Mənfi 10-la da 7-ni çıxdığımıza görə, daha doğrusu mənfi 10 üstə ilə 7, mənfi 3 verdiyinə görə nəticə doğru olmuş olur. Deməli, bu da 153-cü sualın həlli idi. 154-cü suala gəlmiş olaq artıq. Klaviaturanın daxil edən natural ədəddə olan 4 və 7 rəqəmlərini silərək digər rəqəmlərin ardıcıllığını eyni saxlamaqla çap edən. Bunu da yenə də fərqli variantlarda yoxlaya bilərsiniz. N bərabərdir int input. Bunu birbaşa input da yaza bilərdim, amma int ona görə yazdım ki, natural ədəd deyil və burada daxil etmiş olaq. S bərabərdir boş yenə də siyahı yox, hətta boş sətir götürürəm. Belə bir şey yazıram. For, I, in, N yaza bilməyəcəm, çünki N ədəddir. Odur ki, mən bunu STR-ə burada da çevirə bilərəm və burada çevirdim. Yenə yoxlayacağım ki, if deyəcəm burada, əgər I bərabərdirsə, artıq yoxlayacaq 4 və 7 rəqəmlərini. Gəlirəm 4-dürsə, bunları select deyirik. 4-dürsə və gəlirik burada əlavə olaraq yoxlayırıq ki, I bərabərdirsə 7-dirsə, yəni i bərabər 4 or i bərabər 7-dirsə, heç bir şey eləməsin əslində. Yəni buna bir pəs yaza bilərik. Ya da bu qalsın, istəyirsiniz yoxlayaraq növbəti versiyada. S-də isə S bərabər, S üst-üstə gedək, i yazıram. Həmin elementi üstünə gəlsin və baxıram ki, print S yoxlayırıq. Deməli, nümunə yazsaq 1, 4, 2, 7, 6 və baxırıq 126 ekranda görünmüş oldu. 126 bəli, sətir tipindədir, amma yəni nəticə etibarilə görüntü eynidir, amma int də istəsəz int də yaza bilərsiniz. Pəs bu belədirsə keçsin və yaxud da ki, bunun əksi olaraq necə yaza bilərik? Bu arada pəsin yerinə continue də yazmış ola bilərsiniz. Bunu burada göstərdim. Deyə bilərəm ki, 4 deyilsə və ya 7 deyilsə, o zaman bu işi görsün. S bərabər S üstə ilə i. Baxırıq buna. Burada yoxlayırıq. Deməli 1, 4,
2, 7, 6 amma bir düzəliş eləyəcəyik. Bunu burada yoxlayıram. Gördüyünüz kimi belə bir nəticə çıxdı. Niyə? Çünki burada artıq belə yazacağıqsa or yox, and-lə yazmağımız daha doğrudur. Çünki 4 və 7 deyilsə, yəni digər hallarda bu işləsin. Yenə də yazıram 1400, daha doğrusu 14276 və gördüyünüz kimi artıq burada bu şəkildə də yoxlaya bilərsiniz. Sözsüz ki, bunu parçalayıb siyahıya atıb oradan da gələ bilərsiniz və sair və ilə axır. 155-ci sual. Klaviaturdan daxil edilmiş hərf və rəqəm simvollarından ibarət sətirdə hərf simvollarını öz indeksləri ilə əvəz edərək çap edən proqramı Python dilində yazın. Gəlirik 155-ci sual. Deməli, burada biz baxacağıq ilk öncə n bərabərdir input dedik. Yəni, bu input dediyimiz sətir tipindədir artıq. Hərf və rəqəm qarışıq yaza bilərik. Bir ifadədə hərf simvollarını necə tapa bilərik? Təbii ki, yenə də fərqli bir neçə variant var. Siz yoxlaya bilərsiniz ki, A-dan böyükdürsə, Z-dən kiçikdirsə, kiçik bərabər, böyük bərabər daha doğrusu, ya da böyük simvolları da nəzərə ala bilərsiniz həmçinin. Ya da hərflərdən ibarət bir sətir yazarsınız, həmin sətrin içərisində olub-olmadığını yoxlayarsınız. Mən isə belə bir yazmaq istəyirəm. For i in n deyirəm. İlk öncə bunu göstərirəm. Əgər deyirəm ki, if i nöqtə is alfa deyilən üsuldan istifadə edəcəm. Yəni, bu hərfdirsə, bunu yoxlayır əslində. Baxaq görək, print i desək, nəyi verəcək və yoxlayıram. Gəlib burada hərf rəqəm yazırıq və eyni zamanda gəlirəm burada bu şəkildə yazdım. Enter vurduğumuz anda artıq baxın burada rəqəmlər xaric digər simvolları çıxartdı və bilərəkdən ş simvolları da yazdım. Görürsünüz ki, bunlar da əni də düzgün olaraq ekranda göstərmiş oldu. Deməli, hərfləri belə tapa bilirik. Hərfləri belə tapdıqsa artıq əsas işimiz yekunlaşmış olur. Deməli, biz başlayaq əvəz etməyə. Bunu da yenə də sətirdə davam edə bilərik, amma belə bir şey yazıram. N bərabərdir list n. Sətrin hər simvolunu artıq siyahıya çevirdim. Siyahıya çevirmişəmsə, odur ki, for in range ilə yazaraq indeksi ilə buradan götürə bilərəm. Yəni, bu əslində ln yazacağım, amma bilirsiniz ki, 0 ln deməkdə, yəni 0-dan başlayacaq. Odur ki, birbaşa belə yaza bilərik. Yəni, n siyahısının bütün elementləri qədər burada dövr işləyəcək və hər dəfə də yoxlayacaq. Artıq i-ni yox, biz n-in inci indeksdə duran elementin yoxlayacaq. Bu hərfdirsə, odur ki, əvəz edə bilərik. Öz indeksi ilə əvəz edək. Deyək ki, n-in inci indeksdə duran elementi bərabər olsun i-yə. i indeksdir. Sıfırdan başlayacaq, bu şəkildə gedəcək. Bir düzəliş eləyəcək, amma hələ ki, gəlin belə bir şey yoxlayaq. Əks halda ehtiyac yoxdur. Çünki əvəz etmə edirik deyə artıq burada problem olmamalıdır. Sadəcə hərf olanların indeksinin əvəz olunacaq. Digərləri də olduğu kimi qalmalıdır. N yazdıq və yoxlayaq bir ifadə daxil edirəm. A, B, C daxil edirəm. 9, 8 daxil edirəm. Bəli, A-nı, B-ni, C-ni gördüyünüz kimi indeks olaraq əvəzlədi. 9, 8 isə olduğu kimi qaldı. Və mən gəlirəm artıq siyahının içindəki elementlər varsa, bunu join funksiyasından da istifadə edib yaza bilərəm. K bərabərdir. Burada join yazıram. Və n siyahısının elementlərini birləşdirsən. Burada bir xəta almış olacaq əslində. Bu xəta necə olur? İlk öncə gəlin yoxlayaq. Yenə də belə bir şey yazsam, ABC 9, 8 yazsam, gördüyünüz kimi bu xətanı verir. Niyə görə? Çünki mənim n-in inci indeksdə duran elementi əvəzlədiyim ifadə i. int tipindədir. int tipində olduğuna görə artıq siyahının içindəki elementlər bəziləri str, bəziləri int olur və int olduğuna görə artıq bunu bu şəkildə tətbiq edə bilmir, işlədə bilmir. Odur ki, str i yazsam, artıq bütün elementləri yoxlayaq istəyirsiniz. A, B, C, 9, 8, bir dənə də T yazaq sonunda. Baxın, 0, 1, 2, 9, 8, 5, üzr istəyirəm. Mən burada n-i yox, k-nı tapa verməliydim. Yenidən yoxlamamız lazım olacaq. A, B, C elə eyni şey yazsaq, 9, 8, T. Baxsaq, baxın, bu şəkildə əvəz eləmiş oldu. Və T də 5-ci indeksdə duran elementdir. Deməli, istədiyimizi ala bildik. Bir neçə, belə deyək də, variantları yoxlamaqla göstərirəm ki, sizə də daha aydın olsun. 156-cı sual.
Baxırıq, elektronika mağazasında ilin ilk 6 ay ərzində satılan printerlərin sayı klaviaturadan aylıq üzrə daxil edilir, aylar üzrə daxil edilir. Əgər cari il ərzində hər hansı ayda olan satış miqdarı özündən əvvəlki və özündən sonraki aydan yüksəkdirsə, birinci və sonuncu ay istisna olmaqla, belə aylar uğurlu ay hesab olunur. Pythonda elə proqram yazın ki, uğurlu ayın adı və həmin ayda edilən satış miqdarı çap edilsin. Əgər uğurlu ay yoxdursa, uğurlu ay yoxdur çap edilsin. Belə bir ifadə. Deməli, biz ilin ilk 6 ay ərzində yoxlayacağıq bunu və baxaq. İlk öncə biz siyahının elementlərini daxil edəcəyik və ondan da ötürü gəlin belə bir şeydir. Aylar deyilən bir siyahı açaq və burada yazaq ki, yanvar ilk aylardan başlayaq və fevral, eyni zamanda gəlirəm burada mart yazıram və gəlirəm burada aprel, sonra gəldik may, yanvar, fevral, mart, aprel, may və burada yazırıq nə? İyun. İyun. Bunu bu şəkildə yazdıq. Bunu yazdıktan sonra biz n siyahımızı formalaşdırmalıyıq. Bu dəfə gəlin belə bir şey yazaq. N bərabərdir int input deyək və s bərabərdir boş siyahı açaq. Deyək ki, for i in range n artıq bu şəkildə yazdıq və s nöqtə append. Nəyi atırıq bura? S nöqtə append dedik. Həmin o int input, yəni hansısa bir ədədə daxil eləmiş olduq. Bu ədədə daxil eləmiş olduqsa bura və bundan sonra nə edəcəyik? Bir dənə printə baxacağıq. 6 ay dediyinə görə burada 6 qiymət yazmamız üçün bu şəkildə yazırıq. Print s. Bu o deməkdir ki, bizim artıq n sayda, yəni n dediyimiz 6 dənə qiymət daxil edəcəyik və ondan sonra siyahımızda elementlər bu şəkildədir. Yəni burada yoxlasaq, odur ki, artıq heç bu n-ə ehtiyac yoxdur burada. Və belə bir şeyə baxsaq, deməli, baxırıq 10, 15, 20, 200 olsun, 36, 98, 100, 25. Artıq bizim siyahımız hazırdır. Elədiyimiz budur. Hal-hazırda bunu eləmişik. Bundan sonra artıq mən siyahının içərisində yoxlaya bilərəm. Deyə bilərəm ki, for i in range ilə yazaq. For i in range. Düşündüm ki, sadəcə bu şəkildə yazaq. Yenə də LNS də yaza bilərsiniz, alt dənə də yaza bilərsiniz, amma burada bir şeyi unutmamalıyıq. Bizə birinci aydan sonrakını yazmalıyıq. Birinci və eyni zamanda len bura yazmalıyıq ki, s çıxaq 1. Bunu ona görə yazmalıyıq ki, biz irəlidə müqayisə aparacağıq. Ondan sonra 1-dən 1 çıxıb 0-cı indeksi götürə biləcəyik. Yox, 0 yazsaq, o zaman artıq bizim istədiyimiz olmayacaq. Bizə birinci indeksdən başlamaq lazımdır, yəni bu gedişdə. Deməli, burada yoxlayacağıq ki, əgər yoxlayacağım ki, S siyahısının, S siyahımız hazırdır. S-in i-ci indeksdə duran elementi böyükdürsə, S-in i minus 1-ci indeksdə duran elementindən and hər ikisi böyük idi, özündən əvvəlki və özündən sonraki aydan 180. Və eyni zamanda həmin bu S-in i-ci indeksdə duran elementi S-in i-ci indeksdə duran elementi böyükdürsə, S i üstə gələk birinci indeksdə duran elementi. Baxın, burada i minus 1 yazdıq deyə, o zaman 0 yazsaydıq problem olacaqdı. Eyni zamanda axırıncıdan bir əvvəlkini götürdüm ki, plus 1 deyəndə problem olmasın. Belədirsə, print nə yazırıq? Bu uğurlu aydır. Yox, burada yazılır birbaşa fevral. Deməli, artıq belədirsə, bu şərt ödənilirsə, ayın, yəni ay siyahısının i-ci indeksdə duran elementini çapa versin. Sonra nə var burada? Boşa nöqtə var. Bunu qoyduq burada. Və gəlirik burada yazırıq. Hansı ifadəni versin? Həmin S-in i-ci indeksdə duran elementini çapa versin. Və eyni zamanda mütləq yazmaq lazımdırsa, ədədi də yazırıq burada. Baxaq, nümunəyə baxırıq. Deməli, ədədlər daxil edirəm. 25, 36, 14.
Görürsünüz ki 36 25 ve 14'ten böyükdür. 98 ve 76 yazdım. 12 yazdım burada. Fevral 36 ədəd. Fevral ikincidə 36 ədəd və aprel 98 ədəd bu ekranda görünmüş oldu. Amma uğurlu deyilsə necə olacaq? Burada əks halda versə hər dəfə uğurlu deyil, yəni çıxmasın deyə. Belə bir şey deyə bilərik də. O zaman k bərabərdir bir başlanğıcda 1 götürək. Bu hər hansı bir ifadə ola bilər. Yəni bir növ true false məntiqidir. Əgər bu şərt ödənildisə, artıq k-nın qiyməti dəyişsin olsun 0. Bunun fərqi yoxdur. Əksinə belə də yaza bilərsiniz. K bərabər 0 idisə 1 olsun. Nəsə dəyişsin. Yəni mən k-nın qiymətini yoxlayacağam burada artıq. Və burada yoxlayacağam ki, yəni if işləyibsə k 1 olacaq. K 1 olmağı nə deməkdir? Deməli uğurlu ay var da, yəni nəticə çıxsın. K sıfırda qalacaqsa, deməli uğurlu ay yoxdur və onu belə yazacaq. If k bərabərdirsə sıfıra, yəni heç bir şey işləməyib və burada da ekranda çıxsın ki, uğurlu ay yoxdur. Bunu da yazdım və yoxlayıram. Burada yoxlayaq. Yox. Biz daxil edirik. 6 ədəd daxil edirəm. Daxil edir. 15, 20, 32, 65, 98, 120. Uğurlu ay yoxdur da ekranda görmüş oluruz. Artıq belə deyək də, hər iki nümunə ilə göstərdim. Ümid edirəm ki, aydındır və bu da 156-cı sual idi. 157-ci suala baxırıq. Klaviaturadan daxil edilmiş A böyük bərabərdir 2-dən kiçikdir B şərtini ödəyən A və B natural ədədləri üçün AB parçasında olan bütün sadə ədədləri çap edən proqramı Python dilində yazın. Yəni 10 və 20 arasında 11, 13, 17, 19 sadə ədədlər var. Gəlin buna baxaq ki, bunu necə yaza bilərik. 157-ci sualdırsa, başlayaq, yazaq. Deməli, ilk olaraq A və B-ni daxil etməyimiz lazımdır. A bərabərdir int input yazırıq. Yenə bunu məhvdən yaza bilərdik. Nəsə, belə yazdıq. B bərabərdir int input. Bu şəkildə yazdım. İlk öncə işimiz budur. While A kiçikdir, bərabərdir B. Bunu while ilə yazdım. Bu aralıqda yoxlayacağıq. AB parçası dediyinə görə A və B-ni bu şəkildə yazıram. Mənə lazımdır ki, ilk öncə A-nı yoxlayım ki, A dediyimiz ifadə sadədir yoxsa yox. Və ədədin sadə olub olmadığını da bilirsiniz. Ədədin bölənlərin sayı 2 dənədirsə sadədir, əks halda sadə deyil. Bunu belə yoxlaya bilərik ki, yenə də belə bir iş görək. S bərabərdir 0, bölənləri sayacağıq deyə bunu burada yazıram. For in range yazıram. Və deyirəm ki, həmin bu birdən artıq bizim daxil etdiyimiz A-dır deyə A plus 1-ə qədər. Bu ifadəyə baxsın. Və belə olanda yoxlasın. Bölənlərin sayı nə deməkdir? If yoxlayacaq ki, əgər həmin bu A-nı faiz i bərabərdirsə sıfıra, deməli bölünür. Bölünürsə S-i bir vahid artırırıq. Və sonda yoxlayırıq ki, if əgər S bərabərdir 2-dirsə, yoxlayaq print A-nı. Bir şey də unutmalı deyilik ki, A-nı biz burada B-yə qədər getməsi üçün nə etməliyik? Və gəlib burada A-nı artırmalıyıq. A bərabərdir A plus 1. A plus 1 yazdıq. Baxaq görək nə etmiş oluruq. Deməli 10 yazıram və 20 yazıram. 11, 13, 17, 19 ekranda görülmüş olur. Burada yenə də tutaq ki, bu şərt doğrudursa biz siyahıya atıb sonra siyahının elementlərini çapa verib yaza bilərdiniz. Ya da bu şəkildə yazırıq. Və yaxud da ki, burada belə bir baxa bilərsiniz. Onsuz da həm mürəkkəb ədədlər 1-ə bölgüsünə bölünür, həm də sadə ədədlər 1-ə bölgüsünə bölünür deyə biz 2-dən başladarıq və A-nı daxil eləməliyik. Yəni ədədin özünü daxil eləmirik, saymayacağıq. Bir də təbii ki, 1-i saymayacağıq. O zaman da sadə ifadənin olması üçün bölənlərin sayı 0 olmalıdır. Belə də yoxlaya bilərdiniz. Bu yəqin ki, yetərli olacaq. Klaviaturadan daxil edilən sətirdə olan rəqəmlərin
cəmini çap edən proqramı Python dilində yazın. Hə, bu arada 157 ilə bağlı bir şey deyim. Hətta ədədin belə deyək də sonuna qədər getməyə də ehtiyac qalmır. Siz ədədin yarısına qədər, kökaltısına qədər də yoxlayıb nələrsə ekrana çıxarda bilərsiniz. Biz isə keçək 158-ci sual. İndi burada bir variantı dedim. Klaviaturadan daxil edən sətirdə olan rəqəmlərin cəmini çap edən proqramı Python dilində yazın. Rəqəmləri cəmini çap edəcəyik. Bunu da yoxlaya bilərik. Yenə də iki variantı istəyirsiniz yazarıq. N bərabərdir, input yazıram. R bərabərdir. Belə bir şey deyirik. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Rəqəmlər bəllidir. Bu qədərdir. Və for, in, n deyərəm. Və yoxlayarıq ki, if, in, r, yəni rəqəmlərin içində varsa, o zaman s bərabərdir, s üstə edək. Deyəcəksiniz ki, s hanı? S-i buraya əlavə edirik. S bərabər 0-dır. S-in üzərinə i-ni birbaşa gələ bilməyəcək. Çünki i artıq str tipində deyə int i deyəcəyik. Int i. Və bundan sonra print s deyirəm. Yoxlayaq görək ki, bu necə işlədi. Məsələn, belə bir ifadə daxil edəcəyik. Hətta başqa bir simvollar. Bura 3 daxil edin. Bir dənə belə bir şey 9 daxil edin. 3-ün üzərinə 9, 12-ni göstərdi. Mən yoxladım ki, həmin axtardığım simvol bunun içində varmı? Varsa, deməli rəqəmdir. Rəqəm isə int-ə çevirib üzərinə gəldi. Yəni, bu bir variantdır. İkinci variantı sadəcə deyim yazmıram. Üçüncü variant yazacaq. Yenə də yoxlaya bilərsiniz. I 0-dan böyük bərabərdir, 9-dan kiçik bərabərdir. Elə də yaza bilərsiniz. Burada əlavə olaraq belə bir şey iş görə bilərik. N bərabərdir input dedik. Bizim yenə də bir sətrimiz var. Sonra s bərabərdir. Bunu da yazdıq burada. For i in n dedik. If i nöqtə is digit. Az öncə is alfa yoxladıq, hərf olduğunu. Is digit isə onun rəqəm olduğunu yoxlayan metodlardan birisidir. Yəni rəqəmdirsə, o zaman s bərabərdir. S üstə yerə int i yazıb məsələni həll etmiş ola bilirsiniz və print s-də yoxlamış olarsınız. Yenə də yoxlasaq, baxaq görək. 9 yazıb, 5-ün üstə 9, 14-ü vermiş oldu. Yəni bu şəkildə də hər halda məsələnin həllini yaza bilərsiniz. Hətta başqa bir variant da var. Bunu da gəlirik burada yazır. Sadəcə digit yerinə is numeric. Bunu da yazmaqla məsələnin həllini yazmış ola bilərsiniz. Mən burada keçirəm artıq. Klaviaturanın daxil edilmiş çox rəqəmli natural ədədin ən kiçik rəqəmi ilə ən böyük rəqəminin cəminin tək və ya cüt olduğunu çap edən proqramı Python dilində yazın. Çox rəqəmli natural ədədin ən kiçik rəqəmi ilə ən böyük rəqəmini tapacağıq. Bu da çox rahatdır. 159-cu sual və gəlirəm. N bərabərdir int input natural ədədimizi daxil edəcəyik və deyək ki, bu ifadəni mən nə edirəm? Elə n bərabərdir str-ə çevirirəm. Çox rahat. Və maksimum və minimum elə bir şey soruşurdu. Ədədin ən kiçik rəqəmi ilə ən böyük rəqəm. Bəli. Deyək ki, s bərabərdir yazıram. Max n. Amma sətir tipində olduğuna görə max işləyir burada, problemi yoxdur. Yəni sətirdəki ən böyük rəqəmi tapacaq, amma int-ə çevirirəm ki, sonra bunları biz toplaya bilək. Max üstə edək int min və sözsüz ki n. Deməli yoxlayıram ki, if s faiz 2 bərabərdirsə 0-a, o zaman bu cütdür və print cüt. Bunu bu şəkildə yazdıq. Əks halda da print və tək burada yazmış olduq. Deməli, yoxlayaq istəyirsiniz. Nümunə yazıram. 2, 9, 8, 5. 2 ilə 9-un cəmi 11 və tək vermiş oldu. Yenə yazıram. 2, 8, 6, 5. Bu dəfə baxırıq. Ən kiçik qiymət 2, ən böyük qiymət 8 və ekranda cüt görmüş oldunuz. Bunu da bu şəkildə yoxladıq. 160-cı sual. Klaviaturanın daxil edilən sətirdəki A simvolunun ardıcıl ən çox sayını çap edən proqramı Python dilində yazın. Yenə də buna baxaq. 160-cı sual. N bərabərdir input. Bizə lazımdır ki, ardıcıl. İlk başda belə bir şey götürürük. S bərabər 0. For i in n sətrin içərisindən gəzəcəyik və yoxlayacağıq if i bərabərdirsə a-ya
O zaman S bərabərdir. S üzrə 1. Sayını tapırıq. A'ları sayırıq. Amma bizim müqayisə aparmağımız üçün təbii ki, əlimizdə bir nəsə olsun. Başlanğıc qiymət belə bir şey yazırıq. Tutaq ki, hələ ki, ən çox təkrarlanan 0 dənədir, ya da 1 dənə yaza bilərik. 0 yazıram və burada nə edirəm? Bunu yazdıqdan sonra S-ləri sayacağıq. S-ləri sayandan sonra müqayisə aparacağıq. Deyəcəm ki, əgər bu if həmin bu S böyükdürsə max-dan, o zaman max bərabərdir S yazıram. Hələ ki, belə yazıram. Amma diqqətlə baxmağımız lazımdır. Axı bizə bir məsələ budur ki, başqa bir simvol olacaq. Mənə bütün A-lar lazım deyil. Ona görə A olmayanda nə olacaq? Başlayırıq onu yazmağa. Yəni, əks halda bir iş götürmüş oluruq. Əks halda. Əks halda nə edəcəyik? Yəni, başqa bir simvol görəcək. Yəni, A, B-ni görəndə baxsın. Həmin bu, əgər S böyükdürsə max-dan, bizim çöldə daxil etdiyimiz, o zaman max bərabər olsun S-ə. Amma bir dənə düzəliş edəcəyik. Bu düzəlişi isə birazdan deyərəm sizə. Gəlirəm burada yoxlayıram. Print S. S yox, max daha doğrusu. Print max. Deməli, yoxlayırıq. Bir ifadə daxillədik. Deməli, A. Gəldim B, D, A və T. Ekranı vurduq. Bizə ümumi altını çıxartdı. Hansı ki, bizə nə olması lazımdır? 4 çıxartması lazımdır. Ən çox təkrarlanan 4 dənədir. Ümumi bunlara sayıdır. Deməli, düzəliş edə bilərik artıq. Burada baxacağıq ki, S-i hər dəfə sayır. Hər A gördükcənsə, axı biz növbəti simvol görəndə S-i resetləsək necə olar? Gəlirəm, S bərabərdir, təzədən yazıram 0. Çünki növbəti işə başlayanda təzədən başlasın bu işi görməyə. Və ya ki, bunun dövrün içində də yazıb, yəni öncədən bir dənə S yazmaqla olardı, belə yazdım artıq. Deməli, yazıram, başqa bir simvollar daxillədim. Təzədən gəldim, A yazdım, belə yazdım. 5 dənə çıxartdı və ən çox təkrarlanan 5-dirmi? 5 dənədir. Amma bununla da iş bitmədi. Mən bu dəfə fərqli bir nümunə yazıram, hörmətli yoldaşlar. Fərqli nümunəni belə yazıram. Deyirəm ki, A yazdım, başqa bir simvollar yazdım. Gəldim, burada yazdım. Enter vurduğum anda 2-ni çıxartdı. Gördünüz ki, burada həmin bu A-ların sayını çıxartmadı, ilk gördüyünü. Nəyə görə? Baxın, səbəb nədir? Gəlin bunu başa düşək. Bunu başa düşürüksə, deməli, bu tipdə olan hər məsələni yaza bilərik artıq. Bizə nə lazımdır? Burada yoxlamaq lazımdır ki, həmin bu S max-dan böyükdürmü? Axı, mənim yazdığım nümunədə belə bir şey yazaq. Deyək ki, burada başqa-başqa ifadələr yazdıq. Və gəldim, burada bunları yazdım. Bu A-ları sayır. Bu A-ları sayır. Sayın bəli, 1, 2, 3, 4, 5, 6-da səhv eləmirəmsə. 6-nı tapır. Amma S işləyəndə axı bu if işləyir. S olması üçün də bunun nəsə görməsi lazım. Başqa bir simvol görməsi lazımdır ki, bu S işləsin və S işlədikdən sonra if işləsin. Bunu da sayır və başqa bir simvol görmədiyinə görə artıq müqayisə apara bilmir. Ona görə problem olur. Bunu necə həll edə bilərik? Bunu həll etməkdən ötürü gəlib həmin bu yazdığımız ifadəni bir dənə if verib burada çöldə də yoxlaya bilərik. Yəni burada. Təzədən burada yoxlayıram ki, yekun say böyükdürsə, yenə də deyirəm ki, max-dan, o zaman max bərabər olsun, say yazım S. Say deyil S. Max bərabərdir S olsun. Və baxaq görək ki, bu zaman o dediyimiz işləyəcəkmi? A yazdım, 3 dənə A olsun. Burada da gəlirəm, daha çox A yazdım, enter vurdum. Artıq 8-i çıxartmış oldum. Deməli, biz bunu baxın, kompüterdə yazanda rahat ola bilər. Kağız üzərində bunu görməyiniz lazımdır, yəni. Burada problem olmaz. Amma yaxşı olardı ki, belə bir şey də edəsiniz. Deməli, artıq bu ifi nəzərdə tutmaq istəməsəz, bunları sildik və nə edirəm? N bərabər input yazandan sonra N bərabərdir. N üstə gedək bir dənə boş simvol ya da başqa bir simvol. Yəni, mütləq ki, bu daxil etdiyinizdən içəridə olmayacaq. Bunu əlavə edirsiniz. İstər-istəməz artıq burada
i a-ya bərabər olmayacaq. Olmayacağına görə də s işə düşəcək və o müqayisəni apara biləcək. Bu şəkildə yazdım. Gəldik. Burada yazıq başqa bir simvollar və burada gəldik. Hər halda 10 dənə olan buradakılar olacaq. Bu məsələni də burada görmüş oldunuz. 100 neçənci sual idi? 160-cı sual idi bu. 161-ci suala keçə bilərik. Ümid edirəm. 161-ci sual. Yazdım burada. Klaviaturaya daxil edilmiş en sətri yalnız 0-9 rəqəmlərindən ibarət şifrədir. Nə gözəl. Şifrədə istifadə olunmayan rəqəmləri və onların sayını çapa verən proqramı Python dilində yaz. Və siyahı şəklində. Tamam. Deməli, n bərabərdir input. Bu bizim daxil edəcəyimiz deyək ki, sətirdir və n sətri yalnız 0-9 rəqəmindən ibarət şifrədir. Tamam. Belə bir şey yaza bilərik. Sətir dediyinə görə, yəni int yazmamıza ehtiyac yoxdur. Bunu yazdıqdan sonra belə bir şey deyirəm. Rəqəm bərabər yenə 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Rəqəmlər bunlar olacaq. Və yoxlayacağım ki, for i in r. Baxın, r-in içərisində gəzəcəm. Və r-in içərisində olan i yoxlayacağım ki, if i in n-də varmı, yoxmu? Bu o deməkdir. Yəni bunun orada olub olmadığını yoxlayacağım. İndi burada varsa bununla bağlı işim yoxdur. Amma mənə lazımdır ki, həmin burada axtardığım simvol burada yoxdursa. Odur ki, i not in ya da not i yaza bilərik. Belə bir şey yazıram. Not in n. R-də olan burada yoxdursa, nəticəyə görə gəlin bir dənə ekranda görünən formaya görə biz də bunu nəzərə alsaq, yenə s bərabər siyahı formalaşdırdım və gəlirəm burada nə yazıram? S.append həmin o i-ni. Baxaq görək neynədik biz? Print s yazıram. Deməli, mənim deyək ki, şifrəni daxil edirəm. 5, 6, 8, 1 daxil edim. 0, 2, 3, 4, 7, 9 deyir, orada yoxdur. Yoxdur və doğrudur. Burada nə edəcəyik? Len simvolların sayıdır və onların sayı, bəli. Len istəyəcəyik, məsələnin həlli hazırdır. Bunu da yazdıq. 162-ci suala baxaq. A siyahısı elementləri çox rəqəmli natural ədədlərdir və klaviaturun daxil edən bu siyahının hər bir elementini həmin elementin ən kiçik və ən böyük rəqəmlərin kvadratları cəmi ilə əvəz edərək çap edən. Deməli, elementləri daxil edəcəyik. Hər bir elementini həmin elementin ən kiçik və ən böyük rəqəmlərin kvadratları cəmi ilə. Yoxlayaq, bunu da yazaq. 162-ci sualı bu şəkildə yazıram. Deməli, n bərabərdir int input. Bu daxil etdiyimiz ifadədir. S bərabərdir siyahımız olacaq və for ilə yazaq ya da y ilə yazaq. For ilə bayaq yazdıq. Y ilə yazaq istəyirsiniz. N böyükdür 0-dan və a bərabərdir int input. Mən artıq bir ifadəni daxil edirəm və sözsüz ki, n bərabərdir n çıxıb 1-də yazıram. Bu nə deməkdir? N sayda ədəd daxil eləmiş oluram. Həmin bu daxil etdiyim ifadənin içərisində isə yoxlaya bilərəm. Ən kiçik və ən böyük rəqəmlərini tapa bilərəm. Bunu elə burada da yoxlaya bilərəm və yaxud da ki, siyahıya atıb sonra siyahının içində də gəzə bilərəm. Ən kiçik və ən böyük rəqəmlərin kvadratlarının cəmini tapacağımıza görə, gəlin belə bir şey deyək. Deyək ki, yenidən a bərabərdir. STR-ə ona görə çevirirəm ki, bunun maksimum və minimum tapa bilim. Sətrə çevirdik və rahat olsun. Və deyirəm ki, max a. Max a o deməkdir ki, həmin sətirdəki ən böyük simvolu tapdı. Amma o sətir tipində bizə qiymət qaytaracağına görə intə çevirirəm. İntə çevirdim və bunun kvadratı olacaq. Üssü 2. Üstə gələk. Eyni zamanda int minimum a və gəlirəm bunun da kvadratı. Bu artıq nə edirik? Birbaşa s.append yaza bilərik. S.append yazdıq və print s yazdıq. Print s yaza bilərik. Və yoxlayıram. Deməli, burada yazırıq biz. 5 dənə ədəd daxil edəcəm. 251, 123, 65, 142, 63, 2 də yazıq. Baxsaq, 251-də ən böyük qiymət
5'dir, 5'in kvadratı 25 və ən kiçik 1-dir, 1-in kvadratı 1, topladıq 26. Sonuncuya baxaq. Ən böyük qiymət 6-dır. Kvadrat 36 edir, ən kiçik 2-dir, kvadrat 4 edir. Cəmi də 40 vermiş oldu. Yəni bunu bu şəkildə yazacaq. Burada diqqət elədinizsə, mən siyahıya atmadan düzəliş elədim. Siyahıya atıb necə işləyəcəyik? İstəyirsiniz bunu da yenə də mənimsətmə ilə yoxlaya bilərsiniz ya da başqa bir siyahıya atıb yoxlaya da bilərsiniz. Yuxarıda az öncə yazdığımız məsələlərin əvvəlki məsələlərdə artıq o mənimsətmə ilə dəyişikliyi də göstərmiş oldum deyə bir daha həmin versiya ilə yazmağa ehtiyac görmürəm. Belə, hörmətli yoldaşlar, 162-ci suala qədər də suallar izah etmiş olduq. Az sualımız qaldı. O sualların da həlli növbəti videoda olacaq. Hər birinizə uğurlar, dəstəyiniz üçün təşəkkürlər və ən nəhayət yararlanırsınızsa bizim üçün ən gözəl olan budur. Hər birinizə uğurlar. Növbəti videolarda görüşənədək özünüzə müğayət olun.